vəcihi tahin və bi hürməti surəti mübarək. Fatiha. Elhamdülillah. الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد إلى رحمة الله. Allah rəhmət eləsin, Allah səbirlər versin. Möhtərəm cəmaatımız, əziz şəhid valideynləri, bugün bizim əziz və sevimli bir şəhidlərimizdən biri sayılan Burçev onların mövlud günüdür. Allah məqamını uca eləsin. Allah valideynlərinə, yaxınlarına, ailəsinə səbirlər eləsin. Birisi ki, şəhidimiz cavan da olsa, evliydi, ailəliydi, 2 balası yavudaysa var, 2 balası var. Allah onlara can sağlığı versin, Allah ailəni qorusun, ata-anasına səlamətlik bəxş eləsin ki, o evlatları böyüdə bilsin. Amma qəhrəmanımızın taleyi bax, belə gətirdi, bəxti belə gətirdi ki, bax, vətənimiz üçün, erimiz üçün, ovamız üçün canından keçməli oldu. Bu xiyabanda onu son mənzilə yola salmışız. Burçev ana özü də demək olar ki, idarə işçisi olub, Allah ona rəhmət eləsin. Daimi görsən ki, vətənimizin, elimizin, ailəmizin, xalqımızın yanında olan oğul, sevilən bir oğul. Çünki mənim də bir tanışlarım, qohumlarım işləyir orada. Müəyyən söhbətlər düşüb onun barəsində çox xoş təəssüratlarını danışırlar. Ümumən elə yaşadığı məhəllədə də, evdə də, ailədə də, hərbiyədə də nümunəvi bir oğul olur. Amma neyini ki, onlar getdilər. Bunlardan sonra bizə ancaq qəmilər qaldı, amma kədərlər qaldı, qüssələr qaldı. Mən də baxıb görürəm, kimsə evli idi, kimsə subay idi. Böyük arzular vardı, xəyallar vardı. Hamısına xət çəkildi. Mən sizə bir söz deyim belə, mən dünən də gəlmişəm, olur da soyuq olur, indi qış aydır. Bir adam ya 2 adam olur. Mən də buradan məsəl üçün nəsib oldan ki, əvvələ qədər o qədər belə gedib gəlmişəm, dərdimi danışa bu daşlara. O qədər demişəm mən o arzularımın qalmağını, canımın bu vəziyyətə düşmür, hər şeyin qırılmağını, yanmağımı demişəm. Elə bu daşlarla o qədər danışmışam. Allah rəhmət eləsin, Allah səbir versin. Böyük bir dərd oldu, böyük bir müsibət oldu. Amma şərəfli bir yol keçdilər, ağır bir yol keçdilər 44 gündə. Bunların bu qəhrəmanlığı olmasaydı, düşmənə qalib gəlmək olmazdı. Bəzən görürsən ki, düşmənə qalib gəlmək üçün vətən üçün ölmək lazım. Bunu hər oğul da bacara bilməz, bunu əvvəlcədən deyim. O bəzən populist çıxışlar eləyirlər. Deyirlər ki, belədir, elədir. Vətən üçün, vətənin ancaq qədrini ölən bilər. Ondan başqa bir də ki, bax, belə qalıb yananlar bilər. Başqalarına onlarla işimiz də olmasın. Allah şəhidlərimizi rəhmət eləsin. Allah sizlərə əziz analar, ilk öncə sizlərə səbirlər versin ki, biz bu qələbəni, bax, sizin bu böyütdüyünüz evlatların hesabını əldə edirsiniz. Siz, bax, sizin hesabınızda bu irəli gedibdir. Arzusu ürəyində qalan bu gənc əsgərin solmuş baharı vətən yolunda. Bu narkam talihin qısa ömrün, adın şəhid yazılan məzardaşın, o dünyasında çox az bahar görür. Onsuz aylar, illər çox qəmlidir. Bir payız səhəri gözlərin əbədi yumur, qopub ömrün yarpağı cavan yaşayır. Hərdən onunla görüşürük rüyada, deyir bilirəm yükün ağır oldu dünyada. Söz vermişdim qaydacağım, yağışlar, qarlar yağında. İndi bildim ki, bəzən yaşıl yarpaqlar da solarmış baharlarda. Məni bağışla ki, səni gözü yaşlı yaşatdım bu vəfatsız yollarda. Dərdimlə səni də qocaltdım cavan yaşında. Zaman ikən belə dərdə, qəmə tutulmuş analarımız, atalarımız. Allah səbri bizi artırsın. Artıq olan olur, gedən gedib. Allah sizlərə səbir versin. Heç vaxtı da sizin bu yaramızın közü qaysaq bağlamayacaq. Bu ta siz gözlərimizi yumana qədər də gözümüz yollara baxacaq, qapıya baxacaq. Xəyallarınız səmalarda bir göyərçin kimi daim ona tərəf uçacaq. Onu düşünəcək, onu. Siz elə yatdığınız bəlkə yuxularda da elə onunla bağlı yatırsınız. Duranda da yuxudan, oyananda da elə gözünüz onun üçün gəzir. Bu həyatdır, dünyada
görürsən çox şey unutmaq olar, amma ailə bağlılığı var, doğmalıq bağlılığı var, evladlıq bağlılığı var. Bax, görürsünüz də bu uşaq bu yanvar ayında, bu soyuqlu günlərdə dünyaya gəlir. Bizim nə qədər əhalimiz qaçqın düşdü, gəldi. Evsiz, eşiksiz, əzablar, əziyyətlər, zillətlərin içində yaşanır. O belə bir müsibətin içində böyüyübdür bu uşaq. Belə asad o yağın, balın, qaymağın içində böyüməyiblər. Allah məqamlarını uca eləsin. Yəni, onların hamısı gözümüzün qabağındadır, canlanır bax belə.